Bugün seans zamanı 24 yaşlı bir xanımın mənə verdiyi sual. Necə bir insan seçməliyəm ki, gələcəkdə peşman olmayım? Birincisi, sözlərə yox, əməllərə fikir verməliyik. Əməllər dedikdə isə güldəstələri, hədiyyələr bunları nəzərdə tutmuram. Məsələn, hər hansısa bir stres altında onu müşahidə edin. Reaksiyaları necə olur? Və ya siz hansısa bir mövzuda fikir ayrılığı yaşadığınız zaman sizə qarşı tutumları necə olur? İkincisi, hormonların təsiri altında qərar qəbul etməmək. Sevmək, aşiq olmaq, həyəcanlanmaq bunlar çox gözəl duyğulardır. Amma əmin olun ki, bir neçə ildən sonra bunlar daha az önəm kəsb eləyəcək həyatınızda. Məsələn, onun yanında nə dərəcədə huzurlusan? Onunla hər mövzuda, dərin mövzularda söhbət edə bilirsənmi? Sənin sərhədlərinə hörmətlə yanaşmağı bacarırmı? Üçüncüsü və mənə görə ən önəmlisi, həyəcan siqnallarını diqqətlə müşahidə etməliyik. Əsasən biz ilk başlarda ipuçlarını görürük, lakin çox zaman görməzdən gəlirik. Məsələn, həyatındakı insan mütəmadi olaraq sənə səsini yüksəldirsə, sənin sərhədlərini aşırsa, mənasız və yersiz qısqanclıqlar edərək sizi dəyərsizləşdirirsə, bu artıq həyəcan siqnalıdır. Dördüncüsü, həyatınızdakı insanın anası ilə münasibətini dərindən müşahidə edin. Ona qarşı tutumları, davranışları, sevgisi, qayğısı hansı səviyyədədir? Və ya həyatında keçmiş münasibətdə olduğu qadınlar haqqında necə danışır? Əgər bu xanımların hər biri yetərsiz olub, onu anlamayıblarsa, hazır olun. Siyahıdakı növbəti qurban sizsiniz. Beşincisi və mənə görə ən əsası. Yadda saxlayın, siz xilaskar, psixiatr və ya reabilitasiya mərkəzi deyilsiniz. Hiss edirsənsə ki, bu insan asılı, bitmiş, nə istədiyini bilməyən, travmatik insandırsa, bu tələyə düşmə. Sən özünə həyat yoldaşı seçirsən. Onun travmalarının yükünü sən daşımalı deyil.